Mobifanı və Otelikom'un dəstəyi ilə izləyirsiniz. Çoxlarımızın yaddaşında iz qoyan və 11 il telefon aləmində lider olan Nokia şirkəti 2011-ci ildən Microsoft ilə müqavilə bağladı. Və elə həmin il Nokia öz ilk Windows Phone əməliyyat sistemində çalışan smartfonunu Nokia Lumia 710-u təqdim etdi. Amma təbii ki, biz bugün 710-da deyil, Lumia ailəsinin layiqli davamçısı və Nokia şirkətinin ilk fablet smartfonu olan Nokia Lumia 1520-da danışacağıq. Smartfon soft touch plastikindəndir və materialı çox gözəl təəssürat bağışlayır. Ekran Gorilla Glass 2 şüşəsi ilə qorunur. Ön tərəfdə ekran və 3 sensor düymə, arxa tərəfdə plastik korpusdan bir neçə millimetr çölə çıxan kamera obyektivi və işartı, sağda səs düymələri, yandırıb söndürmə düyməsi və kamera düyməsi, sol tərəfdə isə micro SD və nano SIM kart slotu, yuxarıda audio çıxış, aşağıda isə micro USB port. Ergonomika. Deyəsən Nokia bu sözün mənasını doğrudan da yaddan çıxardıblar. Çünki smartfon yetərincə böyükdür və onu bir əllə tutmaq rahat olsa da, bir əllə işlətmək olduqca çətindir. Elə hey əldən yerə düşəcəyi haqqda fikirləşirsən. Amma iki əllə istifadədə çox rahatdır. Smartfon 6 düymlü Full HD və IPS matrisası olan displeyə malikdir və rəngləri olduqca dolğun ötürür. Parlaqlıq da yaxşı səviyyədədir. Hətta ekrana günəş düşəndə belə bütün yazıları rahatlıqla oxumaq mümkündür. Hətta lazım olanda siz Lumia'nızı əlcə ilə idarə edə bilərsiniz. Narahat olmayın, o sizin toxunuşlarınızı hiss eləyəcək. Afərin, məncə Nokia'dakı uşaqlar Lumia 1520-nin displeyi üzərində əla çalışıblar. Keçək əsas məsələyə. Smartfon Windows Phone 8 əməliyyat sistemi üzərində işləyir. Office proqramları bura öncədən yüklənilib. Həmçinin sistemi Azərbaycan dilində quraşdırılıb ki, bu da çox xoşdur. İnterfeysdə ənənəvi olaraq qarşımıza çıxan filtrələr, yeri gəlmişkən onların ölçü və rənglərini istəyinizə uyğun olaraq dəyişə bilərsiniz. Sağda yerləşən tətbiqlər siyahısı və geri düyməsini basıb saxladıqda açıq olan tətbiqlər siyahısı və s. Belə baxanda Windows Phone əməliyyat sistemi iOS və Androidin hibridinə oxşuyur. Bir tərəfdən o iOS kimi qapalı sistemdir, yəni siz smartfonun özündən onun daxili sistemindən girə bilməzsiniz. O bir tərəfdən isə siz Android olduğu kimi onu rahatlıqla kompüterə qoşub, heç bir proqramdan istifadə etmədən istədiyiniz faylı ona ata bilərsiniz. Amma bu platformanın ən zəif cəhəti buradakı tətbiqlərin Android və iOS-la müqayisədə qat-qat az olmasıdır. Amma istehsalçılar bunu təhlükəsizlik ilə əlaqələndirirlər. Məsələn, bir proqramçı Windows Phone üçün hər hansı bir tətbiq yükləmək istəyirsə, bu tətbiq şirkət tərəfindən bir neçə mərhələ sınaqdan keçirilməlidir. Beləcə Windows Phone üçün yüklədiyiniz tətbiqdən öz smartfonunuza virus düşmə ehtimalı xeyli dərəcədə azalır. Amma bununla yanaşı avtomatik olaraq yükləyə biləcəyiniz tətbiqlərin sayı da azalır. Lumia 1520-də təkcə tətbiqlərin sayı yox, həm də onların keyfiyyəti də biraz məyus edir. Misal üçün Asfalt oyununu götürək. Asfalt oyunu HD keyfiyyətində olur, halbuki ekran Full HD-dir. Təsvir isə pikselləşməyə başlayır. Həmçinin bu oyunun Android və iOS versiyalarından olan effektlərindən çoxu burada yoxdur. Yəni ekranda su damcıları, təkər altından su sıçraması və s. Hə, yadımdan çıxmamış onu da qeyd edeyim ki, misal üçün 5 dəqiqə Asfalt oynadıqdan sonra smartfonun yuxarı hissəsi yetərincə qızır. 4 nüvəli, sürəti 2.2 GHz olan Qualcomm Snapdragon 800 prosesorunda işləyir və 2 GB operativ yaddaşa malikdir. Nokia'nın ilk fableti 3400 mAh-lik akkumulyatora malikdir və Windows Phone əməliyyat sisteminin nisbətən az tələbatlı olduğunu nəzərə alsaq deyə bilərik ki, orta işlətmədə bu smartfon tam 2 gün sizin kaprizlərinizə dözə bilər. Qeyd etmək lazımdır ki, smartfon Qi adlı naqilsiz enerji yığma standartını da dəstəkləyir. Lumia 1520-də bir səs dinamiki və 4 ədəd mikrofon var. Bunun nə olduğunu özünüz təsəvvür edin. Dinamikin səsi yetərincə güclüdür. 4 mikrofon isə video yazarkən səsin aydın düşməsini təmin edir. Odur ki, kimin haqqında pıçıldaşanda belə gözdə qulaqda olun. Bu smartfon hər şeyi yazır. Nokia Mix Radio tətbiqinin köməyi ilə siz istənilən musiqi zövqünə uyğun musiqi mixlərini dinləyə bilərsiniz. Keçək kameraya. Kamera məhz bu smartfonun ən güclü tərəflərindən biridir. Burada nə istəsən var. Carl Zeiss optikası ilə 20 megapiksellik PowerView kamerası bol imkan xəzinəsidir. Cəmi bir toxunuşla siz çəkilişin bütün parametrlərinə düzəliş eləyə bilərsiniz. Ağ rəngin balansı, fokus, ISO, ekspozisiya, istədiyiniz parametri avtomatik və ya əl ilə tənzimləyə bilərsiniz. Ön kamera 1.2 megapikseldir, amma Nokia Glammy tətbiqinin köməyi ilə çəkilən selfilər heç də pis çıxmır.
Həmçinin burada təsvirin keyfiyyətini itirmədən fotoda 2 qat, video çəkiliş zamanı isə 3 qat zoom eləmək mümkündür və bu isə matrisanın hesabına baş verir. Bəli cənablar, mən sehirbazam. Şəklim harasına toxunsam, ora canlanır. Lumios, Fablitus, Nokios. Siz mənə inanmırsınız. Foto və video animasiyanın möcüzəli birləşməsidir. Onun köməyi ilə şəkillər sanki canlanır. Bunun üçün sadəcə şəkli çəkin, animasiya etmək istədiyiniz sahəni seçin və nəticədən həzz alın. Canlı şəkilləri GIF formatda saxlayın və sosial şəbəkələrdə bölüşərək hamını təəccübləndirin. Bütün günü telefon qulağınızdan düşmür, saatlarla telefonla danışırsınız, o zaman Petfondan yararlanmağa dəyər. Petfon naqilsiz stasionar Bluetooth telefondur. Bu dəstə bütün Bluetoothlu mobil telefonlarla istifadə üçün nəzərdə tutulub. Telefonunuza əl dəymədən zənglərə cavab verin, səs dərəcəsini idarə edin. Burada iPhone-unuza enerji yığa bilərsiniz. Bir neçə dərəcəsi olan bu atlıq isə telefonunuzun möhtəşəm taxtıdır. iPhone-unuz son model deyilsə, narahat olmayın. Çünki burada iPhone 5 və 4 üçün keçiricilər var. Sonda isə bu smartfonun kimlər üçün nəzərdə tutulduğunu fikirləşək. Məncə bu smartfonun ilk növbədə Windows Phone sevənlər və həmçinin böyük ekran və güclü kamera imkanları sevən istifadəçilər üçün nəzərdə tutulur. Müsbət cəhətləri arasında batareyanın uzunömürlüyü və kamera, mənfi cəhətləri isə smartfonun əldə narahat yerləşməsi və marketplace tətbiqlərinin azlığı. Belə dostlar, burada biz icmalımızı bitiririk. Mənim adım Azər, verilişimizin adı isə Mobifan idi. Bizi Facebook səhifəmizdə izləməyi və həmçinin öz smartfonunuzu həyat tərzinizə uyğun seçməyi unutmayın. Hələlik. Smartfon və aksesuarlarla bağlı suallarınız yarandıqda Volt Telekomun müştəri xidmətlərinə müraciət edin. Telefon 050 255 55 55.